Əziz tamaşaçılarımız, hazırda siz Turan Marşı klipini izlədiniz. Azərbaycanımızın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifasında sözü və musiqisi Nəsibə İsrafil qızına aid olan Turan Marşını izlədiniz. Başlayaq elə müəllifdən, sözün, musiqinin müəllifi Nəsibə xanımdan. Mən də düşünürdüm ki, öncə... Valla, nə deyim, deyib görünən iş göz qabağında, özünüz gördünüz. Yazmaq, yaratmaq azdır. Onu oxumaq, ifa eləmək, təqdim eləmək özü tamam başqa bir məktəbdir. Mən təşəkkür eləyirəm hər iki sənətkara, böyük sənətkara, Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq xanım Məmmədovaya və bizim xalqımızın sevimlisi, xalq artistimiz Gülyaz xanım Məmmədovaya təşəkkür eləyirəm ki, bu əsəri belə möhtəşəm ifa elədilər. Bilirsiniz, bu ifadan çox şey asılıdır, çox şey asılıdır. Mən klipdən öncə bir şey deyim ki, səs başqa şeydir, nəfəs başqa şeydir, ürək başqa şeydir. Üçü bir yerdə olanda möhtəşəm bir iş arsıya gəlir. Bu mahnıda səs də var, nəfəs də var, ürək də var, sevgi də var, vətən sevgisi, xalq sevgisi, millət sevgisi, Turan sevgisi və elə böyük şövqlə ifa eləyiblər ki, həqiqətən səmimi deyirəm, mən qulaq asanda fikirləşdim, bir görəsən bunu mən yazmışam mı? Siz yazmışsınız Nəsibə xanım. Mən deyərdim ki, öncə mən elə müəllif olaraq Nəsibə xanıma minnətdaram. Çünki əvvəl söz, musiqi yaranır, sonra bizim ixtiyarımıza keçir və musiqinin belə möhtəşəm aranjmanına görə isə Fərahim Sadiqə mən minnətdaram, salamlarımı diləyirəm. Nəsibə xanıma müəllif olaraq onun qələmi çox gözəldir. Biz Nəsibə xanımın 15-ə yaxın sözlərinə mahnı oxumuşuq artıq. Türksoy mahnısı da Azərbaycanımıza vətənpərvər ruhda çox mahnıları var. Özü Cənab Prezidentimizin tərəqqi medalına layiq görülmüş. Vedibasar qəzetinin baş redaktoru da bir neçə kitablar müəllifidir. Doğrudan da gözəl ana, gözəl vətənpərvər şair olaraq ona və Səidə xanım. Nəsibə xanım özü çox gözəl vurğuladı. Bilirsiniz, bu müəyyən nəğmələr var, müəyyən çalarlar var, müəyyən çağırışlar. Hətta mən deyərdim ki, sizin Gülyaz xanım, Gülyanaq xanım, sizin səsinizdə çox fərqli alınır. Deyilmi? Əlbəttə, söz. Amma söhbət əgər musiqidən, yaradıcılıqda sözdən gedirsə, Nəsibə xanım, marş musiqisi, musiqi mədəniyyətində ayrıca bir səhifədir. Çünki burada bizim cəsarətli ruhumuz, müdafiə hazırlığımız, hər şey öz sözünü deyir. Sözlər isə möhtəşəmdir və Türk dövlətləri üçün bir marşa çevriləcək səviyyədə bir işdir. Biz sizi təbrik edirik əslində bu iş münasibəti ilə. Əslində, inanın, bu əsərə çox ad qoyuldu. Turan marşı, Turan odası, Turanın səsi, yəni hamısı yaraşır. Mühtəşəmlik var bu əsərdə. Böyük miqyas var. Sizin səsinizə yaraşır. Bilirsiniz, biz hər zaman çırpınırdın Qaradəniz oxuyarkən, Dahi Üzeyir bəy Hacıbəylinin, Əhməd Cavadın bu bəstəsində sonunda deyirik ki, Türkün bayrağını Turan eldə asacağıq. Deməli, biz hamımız Turana bu arzu ilə, bu istəklə bütün Türk dövlətlərimiz birliyi, dövlət başçılarımızın birliyi sayəsində bugün hamımızın arzusudur və bu da Turana gedən bir yol marşı artıq bu addımlar atılmaq sanki. Bəli, biz qürur, fəxarət hissi ilə. Çox üzrüsü möhtəşəm səhnə var, fikir verirsiniz. İki bacı deyirəm də. Şeir hissəsində. Arxa-arxaya durublar belə. Bir-birinə sanki bacılar söykənirlər. Yaşasın Turan, var olsun Quran. Bax belə, o çəkilişlərdə biz oradaydıq da, arxa kadrdan baxırdıq. Yəni, o dron vasitəsilə o qədər gözəl çəkilibdir ki, elə bir iki bacı deyil, dövlətlərin arxa-arxaya durması. Onu da bizim yenə Türkiyəmə görə ikinci klip də var. Var, amma Nəsibə xanımla bir neçə layihələrimiz də var ki, bütöv Azərbaycan və bizim türklərə salam olsun. Birgə onu da bizim Türkiyədə Sevgi Kəskinlə birgə inşallah musiqiləri yazılıbdır. Sevgi Kəskin onların hər birinə bəstəcisini hazır eləyib və söz musiqi müəllifləri olaraq hər ikisinə salamlarımı deyirəm. Onları da biz Türklərin birliyi olaraq bunu da biz ortaya gətirmək arzusundayıq. Biz sizin televiziyaya təşəkkür eləyirik bu möhtəşəm işi tamaşaçılar üçün işıqlandırdığınız üçün və bütün Türk dünyasını salamlayırıq. Çünki bu Turan marşı çox xoşlarına gəlibdir. Zəngdiyənlər, təqdimatdan sonra zənglər gəlir, əlaqələr qurulur və inşallah ki, yeni layihələrimiz də, Sevgi Kəskin Manisalı ilə olan layihələrimiz də belə möhtəşəm alınır. İnşallah.
Biz sizdən hər zaman belə möhtəşəm, orijinal işlər gözləyirik. Bu dəfə də yanılmadıq. Həm Turan marşının söz və musiqi müəllifi Nəsibə xanım İsrafil qızı və bizim xalq artistlərimiz, sevimli sənətkarlarımız Gülyaz və Gülyana xanım Məmmədova bacıları bizimlə bu səhərlərini açdılar. Sizə böyük bir təşəkkür edirik və biz də sağollaşırıq. Proqramımızın son dəqiqələridir.